Hər insan özünün məsuliyyətini başa düşsə, bu dünyaya ne üçün gəlib və insanları xoşbaxt eləmək üçün gəlib, onda heç bir problem olmaz bu cəmiyyətdə. Doğrudan da bizim xalqa çatan olmaz. Hər bir barədə. Gəlin çalışaq hamımız bir yerdə bu adətlərimizi, əxlaqımızı, hörmətimizi, məhəbbətimizi bir-birimizdən əsirgəlməyik. Onda bizim cəmiyyətə çatan olmaz. Cənnəti burada yarada bilərik. Necə 9 iqlimimiz var, o da Allahın bir vergisidir bizə. İnsanlarımız da elədir. Hər şey var bizdə. Hər şeylə özümüzdə axtaraq. Deməyək ki, başqa millət belə oldu, biz ancaq bizdə o yoxdur. Bizdə hər şey var. Prosto onu üzə çıxartmaq lazımdır. O da ancaq məhəbbətlə olur. Egomuzu biraz aşağı salaq. O nəfs hələ heç kimi gətirib yaxşılığa çıxarmayıb. Nəfsimizi biraz aşağı salaq. İstəklərimizi biraz aşağılıq. Valla nə var dövlətdədir, nə maşındadır, nə samolyotdadır. O qədər milyonerlər var, bədbaxtlar. Pulların heç kim yemir. Pul yemək üçün deyil. Pul rahat yaşamaq üçündür. Ancaq xoşbaxtlıq vermir. Çalışmaq lazımdır ki, bu insani keyfiyyətlərimizi qazandıraq, artıraq, pullarımızı yox. Allah da bu insani keyfiyyətinə görə insana var ruzu verir. Çalışın keyfiyyətlərimizi düzəldək, ruzumuzu Allah verəcək.